Hücrü istəyirlər öldürsünlər, Əlinin eşqi yolundaydı. Deyir ki, qılıncı itiliyib saxlayıblar başının üstündə. Deyib ki, bir kəlmə, denən ki, Əli səhvdir, yanlışdır, bir kəlmə. Məsələn, göt rahatsın. Dedi, and olsun Allaha, qılınclar, iti qılınclar daha şirindir mənim üçün bu sözü deməkdir. Mən niyə görə bu sözü deməliyəm? Dedi, icazə verin, sadəcə bizə xahişim var. 2 xahişim var sizdən, 2 xahişim. 1, icazə verin, namaz qılın. Qılınclar hazırdır başını kəsməyə. Dedilər, hə, ol, qıl. Qıldın namazı ömrünün axırıncı namazıdır. Namazını bitirirdi ki, Allah and olsun deməsəydi ki, ölümdən qorxur, namazımı çox uzadardım. Başqa keyfiyyətdə namazdır. Bu məşuqla görüş astanasında olan son münacatdır. Hicranın son dəqiqələridir. Adam istəyir ki, yaxşı hazırlaşsın. 2-ci xahişim budur. Məni də oğlumu da öldürəcəyiz. Oğlumu məndən qabaq. Onlar deyirlər, bizə nə fərqdir? Yazırlar tarixdə ki, oğlunun başını kəsdilər, başı deyilənə getdi, düşdü şükür səcdəsinə ki, ilahi, mən çox nigaran idim ki, görəsən oğlumun axırı necə olacaq. Şükür ki, gördüm gözümdən, Əlinin eşqi ilə dünyadan köçdü. Mən bundan nigaran ki, birdən məni öldürərlər, o yoldan dönər. Ondan sonra şükür səcdəsi elədi, başını kəsdilər, şəhadətə çatdı. Bu ağıllı adamdır, bu fanatik deyil. Bunun adını aşiq də qoy, aşiq deyil şübhəsiz, amma ağıllı aşiqdir. Ağılla hesablasın, görürsən, bu qazandı. Şəhidlər bu şəkildə insanlardan ağılları ilə fərqlənirdilər. Çox baş ağrısı verdim. Ağıl çox dəyərli mövzudur, zəncirvari bir-birinə bağlıdır deyə, bir mövzu digərini gətirir deyə biraz bəzən haşiyə çıxmalı oluruq. Allah ağlımızı əlimizdən almasın inşallah. Allahümmə inna nəsəlükə.